İspaniya, Yunanistan və Fransada sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb. 15 yaşdan kiçik uşaqların bu platformalara çıxışına qadağa qoyulması nəzərdə tutulur. Azərbaycanda da bu məsələ aktuallaşa bilərmi? Deputat Bəhruz Məhərrəmov bildirib ki, belə bir qərarın effektivliyinə şübhə var. Bu qadağaya effektiv nəzarət mümkün deyil. Daha məqsədəuyğun olanı sosial mediada qeyri-etik və nifrət dolu məzmunların yayılmasını texnoloji nəzarətin gücləndirilməsidir. Uşaqları qadağalarla deyil, maraqlı alternativlərlə texnologiyadan uzaqlaşdırmaq daha faydalıdır. Vəkil Mehman Muradlı isə bu cür qadağaları absurd sayır. Avropanın belə qərarları qəbul etməsi məntiqli deyil. Sosial şəbəkələrdə uşaqlar üçün xüsusi bölmələr yaradılması daha məqsədəuyğundur. Azərbaycanda da bu cür yaş məhdudiyyəti tətbiqi düzgün olmaz, çünki bununla bağlı konkret mexanizm yoxdur.